ABCD poliqramında BY-nin YC-yə nisbəti 5-in 4-dədir. Bura 5K. 4K ilə ifadə edək. AC parçası 65 olarsa, AF çıxılsın FC. Fərqi bizdən tələb olunur. AD 5K üstügəl 4K, yəni 9K-dır. Burada AFD və CFY üsbucaqları BB əlamətinə görə, yəni YFC və AFD bucaqları qarşılıqlı bucaqlar olduğu üçün bərabərdir. Həmçinin buradakı CAD bucağı da ACY bucağına konkurentdir. Çünki daxili çarpaz bucaqlardır. Poliqram qarşı tərəfləri paraleldir. Kəsəndə onların daxili çarpaz bucaqları əmələ gətirir. BB əlamətinə görə bu iki üsbucağımız oxşardır. Deməli, oxşarlıqdan istifadə edib yaza bilərik ki, 9K-nın 4K-ya nisbəti bərabərdir. AF-ə əgər biz desək ki, FC-ni X olaraq götürək, AF-də 65 çıxılsın X olacaq. Yazaq 65 çıxılsın X-in də X-ə nisbəti qalır. Burada ixtisar gedər, çarpaz vursaq 9X bərabərdir. 4 vurulsun 65 çıxılsın 4 vurulsun X. Keçəcək digər tərəfə 9X üstə gəlsin 4X bərabərdir. 4 vurulsun 65. 13X bərabərdir. 4 vur 65, yəni ixtisar eləsə hər tərəfi 13-ə. Burada 5 alaraq X-i bərabərdir 20. X 20-dirsə, deməli FC 20-yə bərabərdir. Bu zaman A F-isə bərabərdir 65 çıxılsın 20, yəni 45. Bizdən AF ilə FC-nin fərqi tələb olunur. 45 çıxılsın 20 bərabərdir 25.